hamımız birden deyək, bayramınız mübarək. Uşaqlar, bayramda en çox nəyi sevirsiniz? Ancaq mən bilirsiniz, bayramlardan çox nəyi sevirəm? Hədiyələri. Bugün sizə 2 hədiyəmiz var. Birinci hədiyəmiz sizə bir nağıl hədiyyə gətirmişəm. O sehirli nağılı sizlərə təqdim etmək üçün gəlin gürültülü alqışlarla nağılçı babanı dəvət edək. Baxın, nağılçı babamız gəlir. Ay maşallah mənim gözəl balalarım, balaca dostlarım. Hər birinizi xoş gördük. Yaxşısınız, eləmi? Çox gözəl. Nağılı sevirsiniz? Yaxşı mənim balalarım. Qoy görün, qoy görün. Kimdən, kimdən? Hansı nağılı bilirsən? Ağcanı. Ağcanı, çox gözəl. Bəs sən hansı nağılı bilirsən? Cırtdanı. Ay maşallah, cırtdan. Bax, söz gəldi, yerinə çatdı. Bugün indi sizə baba gözəl bir nağıl danışacaq. Nağılımızın adı isə Novruz nağılıdır. İndi mən sizin hamınızın qarşıdan gələn Novruz bayramınızı təbrik edirəm. Çox sağ olun mənim əziz dostlarım, balaca dostlarım. İndi isə nağılımıza başlayaq. Başlayaq. Çox sağ olun, çox sağ olun. Diqqətlə qulaq asaq. Biri var idi, biri yox idi. Uzaq ellərin birində bir qoca, məni kimi qoca bir nənə var idi. Bu nənənin də çox balaca bir nəvəsi var idi. Bu nəvə o qədər balaca idi ki, ona hamı nə derdi? Cırtdan derdi. Amma illər keçdi, vaxt ötdü, bu cırtdan bala böyüyüb, igid bir qəhrəman oldu. Və bu qəhrəman bala cırtdanın nağılını hamı bilir uşaqlar. Bəli. Bu böyümüş, böyük cırtdan indiki vaxtında da çox hadisələrlə üz-üzə qaldı. Çox döyüşlərdə iştirak elədi. Vətənimizə, elimizə hücum çəkən düşmənlərdən vətənimizi azad etdi. Və nəhayət günlərin bir günü gəldi nənənin yanına. İndi baxaq görək, nənə ilə cırtdanın başına
nə gəldi? Cırtdan və dostları görək bundan sonra nə elədilər? Buyurun. Allah bu qocalıq heç yaxşı şey deyil. Vay bak, nədən yenə? Allah çoxsa girib görüb paltarların cırıq. Mən nalaracaq baba. Özü od yoludur, od yolu. İndiki uşaqlara da olsa söz kesmək olmur axı. Ay Allah, benim. Oy 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 kocalım bir şey bana ay bana buna bak sen Allah çok hayır o diyor özü böyüşlerine ağzı hayır gözümü daha ne kararsın da nerede şimdi olasın hamısı çok olsun hamısı heç də qoymayıb ucunda paltarlarını ay nə günə qoyub ucunda paltarları qoysun nə var gözümün ağzı arasında kim vuracaq ora nəvə deyirlər baladan da şükür olur Başıma oyun valla. Od yalo. Od yalo.
başı bakmır. Həmişə bu vaxtları gəlirik Martın 20-si, 21-i bu meydana gəlirik, yığışırıq. Bahar gəlir, quşlar uçur, kəpələklər uçur, güllər, çiçəklər bitir. Sözüdür. Bayrama 2 gün qalıbdır. Nə Novruzda, nə bayramdan əsər əlamət yoxdur. Biz hərəmiz 50-40 bayram görmüşük. Amma sən 80, 90, 100 bayram görmüşük. Bizim bu dərdimizi sınır açmaqdan başqa çarəmiz yoxdur. Bir də görüş aynənəmizdir. Bu bahar niyə gəlmir? Mən də bilirəm şəriflər deyəcəklər. Nəvəm sən onu deyir, bahar qızının. Mən də onu soruşuram, bu bahar niyə gəlmir? Hadi artıq bahar niyə gəlmir? Deyər, qoyasın sözünü deyir. Bahar qızı deyir, əksir alır. O dağlara seni alır. Yəni, bir dur, bir. Qoyla bahar gəlmir. Yollarda təhlükəlidir. Bir var. O şey. Əcdaha şey. Hala əcdaha da var. İnşallah əcdaha var. Bir diyor ya. O vaxt mən bu boyda olanda mənim atam Kösa. Mənə nağıl danışar. Yalan danışır. Orada bir əcdaha var idi. Mən heç o vaxt inanmırdım bu söhbətə. Mən də inanmıram. Mən də inanmıram. Yox. Yalan. Görmək istəyir daha var. Yox, mən inanmıram. Danışanlar. Ben yorulmuşum. Gəlin çox gedir, başqa yapsın. Rəsmi məhkəmədə olacaq. Ben yatmıştım. Facebook'un hamısı yok idi. Oy, Gözümün ağzı bir falan. Bak size yaxşı mı? Şortunu da koymuşum yolda giyer. Yaxşı mı? Ben yuxu görmüşüm. Onda gider, dibdə əjdahandan öldülər. Ne kadar çok saydı. Korkmayın. O dibdə, o əjdahanı da öldürəcək olsa. Əziz dostlar. Deməli bizim balaca dostlar az getdilər. Üz getdilər. Dərə, təpə, düz getdilər. Gedib uca bir dağın ətəyinə çıxdılar. O dağ hansı dağ idi? Divin mağarası olan dağ idi. Hansı ki o mağarada div ne demişdi? Bahar kızına uğramış.
Bahar qızı tutub əsir eləmişdi orada. İndi görək bizim dostlarımız Bahar qızımızı əsirlikdən necə xilas eləyəcəklər. Davamına baxaq. Baxaq. Düşmanları elimizden, obamızdan, torpaklarımızdan kovmuşlar. Bilgileştiren ki bu hainler bana kızı esir aldılar. Ona göre de elimize, obamıza bahar gelmiyor. Sen kimsen? Ben de Melih Mehmet, nağıllardan çıkıp gelmişler. Sen onları çıkartma. Sen! Sen oradan çıkartma. Konuşmalar. Bilmiyoruz ne lazım değil. Öyle. Yalan çıkma. İşler kızı.
uşaqlar. Necədir? Bəyəndiniz? Biz axı əvvəldən demişdik ki, sizə 2 hədiyyəmiz var. Ay nağılçı baba, harada qalmışsan? Bir bura gəl görüm hələ. Bizim o bir hədiyyəmiz də qalıb axı. İndi uşaqlar, sizin alqışlarınızla ikinci hədiyyəni təqdim edirəm. Bayram şənliyimizi daha da gür, bahar qızı tapdığımıza görə bayram şənliyimiz davam edir. Düzdürmü? Daha da şənləndirmək üçün səhnəyə tərəqqi medallı, əməkdar mədəniyyət işçisi Sahibə xanım Abdullayevanı alqışlarınızla dəvət edilir. Bizim bu ülkemiz işte yanaklar ülkesidir.
olsun. Eşitlik, ah